Sual verirlər ki, İxlas surəsində Allahu Samad sözünü bəzən Lillahu Samad demək nə dərəcə düzgündür? Əgər biz oxusaq ki, Qul huvallahu ahad, Lillahu Samad, sözsüz ki, bu düzgün deyil. Lakin Lillahu Samad necə baş verir? Birinci ayətin sonundan ikinci ayətə keçdikdə, yəni Qul huvallahu ahadun, özümüzdən bir dənə i artırıq. Bu da qayda adlanır iltiqau sakinayn, iki sükunlunun qarşılaşması. Bu zaman i artıranda Allahu Samad sözündə olan Allah incə oxunur və bu formada oxunur. Qul huvallahu ahadunillahu samad. Ahadun, ahadun, bir dənə də kəsrə i artırıq, olur Qul huvallahu ahadunillahu samad. Lakin əgər vəqf etsək, Lillahu samad oxumaq olmaz. Oxuyuruq Qul huvallahu ahad, Allahu samad. Yox, keçsək Qul huvallahu ahadunillahu samad. Yəni ahadun və özümüzdən bir dənə i artırıq.